Azərbaycan şou biznesində növbəti dəfə qalmaqallı anlar yaşanıb. Tanınmış estrada ifaçısı Ülviyə Namazova efirdəki davranışı ilə həm tamaşaçıları, həm də proqram heyətini şoka salıb. Xəbərin ünvanının əldə etdiyi məlumata əsasən Müğənni ATR telekanalında yayımlanan rəngarəng verilişinin qonağı olub. Verilişdə maraqlı bir rubrika təqdim olunub, Ülviyəyə bir stend təqdim edilib və həmin lövhədə müxtəlif yerli sənət adamlarının fotoları yerləşdirilib. Aparıcı Zaur Nəbiyoğlu ifaçıya bu stenddə yer alan simalardan hansını bəyənmədiyini və hal-hazırda şəxsi münasibət saxlamadığı həmkarının şəklini çıxarmasını istəyib. Gözlənilmədən Ülviyə Namazova müğənni Aysun İsmailovanın fotosunu sərt şəkildə lövhədən çıxararaq efirdə hamının gözü qarşısında cırıb. Bu hadisə aparıcını və proqram komandası daxil olmaqla izləyiciləri təəccübləndirib. Zaur Nəbiyoğlu ifaçıdan bu cəsarətli addımın nəticələrindən çəkinib-çəkinmədiyini soruşduqda isə Ülviyə sərt və istehzalı cavabı ilə diqqət çəkib. Neynəyəcəklər? Məni maşınla vuracaqlar ki, deyə müğənni bildirib. Qalmaqallı səhnə sosial şəbəkələrdə qısa zamanda yayılaraq izləyicilər arasında geniş müzakirələrə səbəb olub. Bəzi izləyicilər Ülviyənin səmimi və açıq sözlülüyünü alqışlasa da, digərləri efirdə belə emosional və aqressiv davranışın yolverilməz olduğunu vurğulayıblar.